Alqoritm bilinen ikinci hissəsini keçirik. Əvvəl belə bir misal verirəm sizə. Y bərabər deyil. Belə bir şey yazıram. Sinüs x kosinüs x plus sinüs x plus 5. Və burada da şərtləri yazın. Deyirəm ki, x-in və a-nın bu qiymətində ifadəsinin, yəni bu ifadənin qiymətini tapın. Bunları necə eləyəcəyik? Baxın. X-in qiyməti 5-dir, A-nın qiyməti də 5-dir. Gətirib burada yerinə qoyacağım. X-a verdim 5, A-ya da verdim 5. 5 5-dən böyükdür və yaxud da burada. Yəni buna mən yox deyəcəm. Onda bura baxmıram. Və yaxud da 5 kiçikdir 5-dən. Burada bu bərabərlik düzdür, yəni müqayisə. Yenə burada yox deyirəm. Axırıncına gələn 5 bərabərdir 5-ə. Burada hə deyəcəm və bunu həll edəcəm. Yəni, x-in qiyməti 5-dir yerinə qoyacağım. 5 plus 5 bərabərdir 10. Yəni, y bərabərdir 10 qiymətini götürmüş oldu. Yəni, burada sinusu, kosinusu görüb qorxmayın. Və ay bu nədir? Əslində sadəyə gəlib çıxır. Yaxşı, indi bir dənə də belə bir sadəsini verək. Yazıram. Peki. Deyirəm, x kvadratı plus 3 x böyükdür 0 olduqda x plus 5 x kiçikdir 0 olduqda x plus x kvadratı və yaza x bərabərdir 0 olur. Bunu da din y bərabərdir funksiyası ilə yine burada. Və x-ə də verirəm -7 qiyməti. Y-i tapın. Yaxşı, indi siz bunu eləyin. Görün neçə alır. Cevap geldi elə ama zəif gəldi səs. Mənfi 2. Aha, mənfi 2. Mənfi 2. Dəqiqə bunu qaldıraq ifadəyə. Deməli, burada necə eləyəcəm? Xədicə, eləyə bildin. Mənfi 2 cavabını aldı. Mənfi 7-ni qoyuram. Burada yox dedim. Yox. Mənfi 7-ni burada qoyuram. Hə, mənfi 7 sıfırdan kiçikdir. Hə, deyirəm. Və onda başlayalım. Zaten burada da yox cavabını alacaqdım. X burada 7 olduğuna görə x-in yerinə yazıram ki, yəni y bərabərdir. -7 plus 5 o da bərabərdir -2. Yəni y-i -2 aldım. İndi bunun alqoritmini qurmalıyım. Deməli, uşaqlar, bu misalları verir bizə bu şəkildə testdə. Deyir ki, bunun alqoritmini qur və neçə şərt olacaq onu qeyd elə. Hə, bu biraz çətin gələ bilər. Və bu misal üzərində gedək ilə alqoritmi də quraq.
Alqoritmi necə quracaq? Bax, əvvəl başlanğıc blokumu çəkirəm. Yəni, bu başlanğıc blokumudur. Və biz dərsdə keçdikdir, bu daxil etmə blokudur. Düzdür, uşaqlar, Xədicə? Daxil etmə. Və nə idi? Digər adı da Zəhra. Çıxış. Bəli, xaric etmə. Mən x-imi daxil elədim. X ədədi. Yəni, burada yazıram ki, x mənfi 7-dirsə, yəni bu bura daxil edə bilir. Daha sonra şərt blokumuza keçmişdik. Düzdürmü? Bu şəkildə. Şərt blokunu da çəkirəm. Və şərt blokunu çəkəndə burada 3 dənə şərtim var. 1, 2, 3. Yadımızda saxlayaq ki, ya burada mənim 3 dənə şərtim ola bilər, ya da 2 dənə şərtim ola bilər. Burada alqoritmi yerləşdirəndə. Buna görə də necə deyərlər? Bir dənə, 4 dənə şərtim ola bilməz. Yəni, bu 3 dənə şərtlikdə. İndi bunu birincinə ədəd oxu çəkəcəm. Görək, bunu necə biləcəm ki, neçə dənə şərt yerləşdirir. Ədəd oxuna qeyd edirəm. 0, mənfiləri, və s. Burada da 1, 2, 3 və 4 ədəd. Bu şəkildə düzlük bunu. İndi birinci şərtim nədir? X böyükdür 0-dan. X böyükdür 0-da hardadır? Bax, bu ədədlərdir. Əgər x böyükdür şərti buranı alırsa, yerdə nə qaldı? 0 və mənfi ədədlər. Birinci bunu yazacağım. X böyükdür 0. Hə deyirəmsə, əgərlərim burada. Hə qolum. Misalı həll eləsin. Misal nə idi? Y bərabərdir. X kvadratı plus 3. Əgər yox deyəcəmsə, yox qoluna gedəcəmsə, onda mən ikinci şərt qolunmalıyam. Yaxşı, bəs ikinci şərti necə eləyir? Yerdə dedim, bax, 0 qalıb, bir də mənfi ədədlər qalıb. Baxıram ki, x deyir ki, kiçikdir 0-da. Onda digərləri. X kiçikdir 0. Bunu da yazacağım. X kiçikdir 0-da. Hər desəm, gəlsin bura. Və bu misalı həll eləsin. Y bərabərdir x plus 5. Şimdi gəldik əsas məsələyə. Bax, yerdə 0 qalıb. X zaten bərabərdir 0-a. Həm də mənim sonuncu şərtimdir. Baxın, qızlar. Əgər mən buna hə deyirəmsə, yəni x əgər müsbət ədədlərdirsə, 1, 2, 3, 4. Buna alırsa, mən gəlib buranı eləyəcəm. Zaten yox desəm, ya x 0-dır, ya da mənfi ədədlərdir. Düz demə? Ona görə gəldim bu şərtə. Burada da nəyi götürdü? Mənfi ədədləri 1, mənfi 1, mənfi 2, mənfi 3. Yəni gedir də artıq. Amma x mənfi ədədlərdə bura yazdım. Bəs yerdə nə qaldı? Hə, Zəhra? Bəli, 0-a bərabərəm. Zaten x 3 ədədlərimiz var da. Mənfi ədədlər 0-a bərabər, bir də müsbət ədədlər. 0 və müsbət ədədlər. Deməli, x nə müsbət deyil. Onda mənfi də deyilsə, onda deyəcəm ki, hə, x nəyə bərabərdir? 0-a. Yəni, yerdə qalan şərtim sonuncu ədədi ödəyirsə,
Mən artıq şərt bloku çəkmirəm. Üçüncünü çəkmirəm. Zaten desəm x müsbət deyil, mənfidir. Onda deyəsən ki, onda mənfidir da. Yəni bu şəkildə. Onda yenidən şərt bloku çəkmirəm. Elə bu yox qoluna gətirib bunu yazıram. Yəni y bərabərdir x plus x kvadratı. Yox qolu da belə. İndi bir dənə qayda yazaq. Yəni mən bura yazım, siz də yazın. Deyirəm ki, əlimizdən qalan qiymətlər qalan sözü. Və qiymətlər sonuncu şərti ödəyirsə, əlavə şərt bloku çəkmirik. Bura qiymət və qiymətlər yazın. Qiymət və ya. Çünki bir dənə də qiymət qala bilər. Hal-hazırda başa düşməyə bilərsiniz. Amma bir neçə misal verəcəm indi. Yazdıq qızlar. Bəli. İndi misalın birində yazaq. Bu səfər siz eləyəcəksiniz. Daha sadəsini verəcəm sizə. X kvadratı plus 4. Şərtim budur. X kubu plus 2. Şərt budur. Y bərabərdir funksiyasında. Deyirəm ki, alqoritmin qurulmasında ən az neçə şərt bloku istifadə olunur. Sizin Qrup deyil, belə şifahi deyil. qur. Qur. Evet. Neçə dənə şərt oldu? 2 şərt bloku. Aha, Katya səndə? Aha. İzah edeyim, bu tamamlayacağım, yazacağım. Hər səhifədə görünsün şey.
Baxın, nə edirəm? Başlayıram ədəd oxu çəkməyə. Rəqəmlərimi düzürəm. Sıfırdan, burada da mənfi ədədlər. Mənfi 3. Burada müsbət ədədlər. 2, 3. Qurduğunuz alqoritmin şəklini WhatsApp-a atarsınız. Birinci, ikinci yazı bakın. Başlangıç Grupayım. Güzel. qrupa. Dərs qrupuna çəkin, atın. Yəni saxlayın bir-bir, dərsdən sonra hamısını çəkin, atın. Başlangıç blokumu çəkdim. Aha, ixtiyari x ədədidir. Zaten qiymət verməmişdim, çünki hesablama eləmirik. X ədədi. Gəldim, şərtimi qoyuram. Birinci şərtim nədir məndə? Birinci şərti yazır. X böyükdür sıfırdan. Baxıram ki, x böyükdür sıfırdan. Haradır? Buradan bura. X böyükdür sıfırdan. Əlimdə nə qaldı? Sıfır və mənfi ədədlər. Düzdürmü? 2 dənə. İndi hə deyirəmsə, gələcəm. Hə deyirəmsə, y bərabərdir x kvadratı plus 4. Yəni, mən bura hə desəm, bunu həll edəcəm. Bəs yox desəm necə olacaq, Xədicə? Yox desəm necə olacaq? Burada həm 0 qiyməti var, həm də nə var? Mənim 2 ədəd var. Görək, bu ədədlər sonuncu qiyməti ödəyirmi? Bu sonuncu şərt ödəyir ki. Sonuncu şərt nədir? X kiçikdir 0-dan. X kiçikdir hardandır? Bax, buradan. 0-dan sonra. X kiçikdir 0-dan. Məndə bir bu ədədlər qaldı, bir də 0 qaldı. İndi mən hə desəm, onda deməli, ya mənfi ədədlərdir, bir dənəsini həll edə biləm də, yox deyəndə. Yəni, yox desəm, ya mənfi ədədlər olacaq, müsbətlər deyilsə, ya onda mənfidir, ya da ki, sıfıra bərabərdir. Mən görürəm ki, əlimdə qalan qiymət sonuncu şərti tam olaraq ödəmir. Çünki qiymətlərdir. 2 şərt lazımdır ki, tam olaraq mən bilim sıfırla gedəcəm, yoxsa mənfi ədədləri götürəcəm. Buna görə də əlavə şərt bloku çəkməliyəm. Çünki əlimdə 2 qiymət qaldı və o da sonuncu şərti tam olaraq ödəmir. Mən həm sıfıra, həm də mənfi ədədləri götürə bilmərəm ikisində bir. Ona görə mən bilməliyəm ki, buradakı şərt deyil, mənfini götür. Sıfırı verməyib mənə, sıfıra bərabər halını verməyib. Onda hə deyirəmsə, gələm buradan buranı həll edirəm. Y bərabərdir, x kubu plus 2. Bu şəkildə. Bəs burada yox desəm, bu hə qol idi, bu da yox. Heç nə olmayacaq. Natamam buraxlanma. Yaxşı mı? X bərabərdir, sıfıra halı yoxdur. Yaxşı, indi biri ilə də gedək. Yəni, narahat olmayın. Buna aid misal o qədərdir ki, yəni, misal çoxdur. Yazıram. X kvadratı plus 5. Yazıram. X böyükdür sıfırdan. Bir də x plus 10. X şəkildə. Y bərabərdir funksiyası. Deyirəm, ən az neçə şərt bloku olacaq. İndi bunu eləyim. Şərtim buradaydı, bunu götürəm.
Dedim. Hı. Neçə şərt olacaq? Bir. Hı -hı. Xədicə sən? Yazayım. Yes. Dedim, qalsın da bu. Deməli, başlayıram eləməyə. Başlanğıc blokumu çəkirəm. Yenə ixtiyari x ədədimi daxil edirəm. X bilmirəm. Birinci şərtimi götürürəm. Birinci şərtim nədir? X böyükdür sıfırdan. Aha, şərt blokun ədəd oxunu çəkirəm. Şərt blokunu bir dənə tamamlayım. Aha. Sıfır və mənfi ədədlər yenə. Bir də müsbət ədədlər. Müsbət ədədlərdir. Aha, bu şəkildə düzlüklər. Birinci şərtin nədir? X böyükdür sıfırdan. X böyükdür sıfırdan. Aha. Hə deyirəmsə, bunu eləsin. Y bərabərdir x kvadratı plus 5-i. Yox, əgərlərim yox desəm, onda neynəsin? Deyir ki, x böyükdür sıfırdan. Yəni, daha doğrusu, x kiçik bərabərdir sıfırdan. X kiçik bərabərdir sıfır hardan başlayır? Bax, buradan. X kiçik bərabərdir sıfırdan. Xədicə, əlimdə qalan qiymətlər sonuncu şərti ödəyir. Hə? Yəni, əlimdə hansı ədədlər qalıb? Sıfır və mənfi ədədlər. Düzdürmü? Bu şərtdə nə deyirəm? Həm deyirəm x kiçikdir sıfırdan, həm də deyirəm x bərabərdir sıfırdan. Bu iki, indi bu belə yazıb, sən başa düş deyənə mən bu açıq yazdım. Bu şərt bütün rəqəmləri götürdümü özü ilə? Onda mən burada deyirəm ki, x müsbət ədəddir. Məsələn, hə desəm, deyirəm, bura gəlsin. Əgər yox desəm, ya x sıfırdır, ya da mənfi ədədlərdir. Zaten o yerdə qalan ədədlərim də budur. Şərt də mənə bunu verir. Ona görə ehtiyac yoxdur əlavə şərt bloku çəkməyə. Çünki əlimdə qalan qiymətlər sonuncu şərti ödəyirsə, mən yenidən şərt bloku çəkmirəm. Yazıram y bərabərdir x plus 10. Başa düşdün, yoxsa birini də verəcəm. Buna aid. Əvvəl asanlardır, sonra getdikcə çətinləşəcək. Deyirəm ki, y bərabərdir x kvadratı plus 3 şərtini verirəm. X böyükdür 5-dən x plus 10 x bərabərdir 5-ə x plus 20 x kiçikdir 3-dən. Alqoritmi qur. Yəni, ən az neçə şərt bloku çəkiləcək, onu deyərsən. Yenə həll eləyəyim. Şərti 1-də yazıram. Əlimizdə qalan qiymət və ya
qiymətlərin Hı. Evet. Aha, neçə dənə oldu? 3 tane. Sonra Xədicə sən Evet. neçə dənə? Evet. 2 dənə. Yaxşı, bir də izah edirəm. Baxın, deməli, ədəd oxunu çəkirəm. Çəkir ədəd oxunu. Yəni 0, mənfi, mənfiləri bu tərəfdən yazıram. Bir də mənfi 5-i də yazım. Bir də müsbət ədədlər. 4, 5 və 6. Yenə başlanğıc blokumu götürdüm. İxtiyari x ədədimi də götürdüm. Şərtimi çəkirəm. Birinci şərtim nə deyir? X böyükdürsə 5-dən. X böyükdür şərti Xədicə hardan başlayır? Hə? Buradan başlayır da 5-i götürmür özünə. Buradan gedəcək. 7, 8-i, 6-dan başlayacaq. 7, 8, sonsuzluğa qədər gedir. X böyükdür 5. Aha. Deyirəm ki, hə desən, gəlsin. Y bərabərdir x kvadratı plus 3-ü həll eləsin. Yox desəm, baxıram, yox deyəndə nə deyir mənə? Bu ikinci şərtimdə. İkinci şərtdə nədir? X bərabərdir 5-ə. Yerdə hələ nələr qalıb? Bu götürdüm məsələn müsbətləri. 6, 7, 8. Yerdə qalıb 5, sonra 4, 0 və mənfi ədədlər. Buna görə mən bunu da çəkirəm. Çünki ikincini çəkmək 3 şərtdir də minimum 2 şərt, yəni olmalıdır. X bərabərdir 5. Gəldim burada. Hə desəm deyirəm ki, həll eləsin. Y bərabərdir x plus 10-u. Yox desəm, yox olur. Gəlin bu bir şərtimi də ödəyirəm. Deyir ki, x burada deyir ki, diqqətlə qulaq. X kiçikdir 3-dən. X kiçikdir 3-dən deyəndə buradan başlayır. Və əlimdə nə qaldı Xədicə? 3, 4. 3 ilə 4-ü götürmür də, mənə qadağandır buranı götürmək. Düzdürmü? Axırıncı şərtim deyir ki, ancaq x onda 3-dən kiçiklər ola bilər. 3-dən kiçik 0, mənfi ədədlər, 2 və 0 və mənfi ədədlərin hamısını götürür. Düzdürmü? Onda mən 3-cü şərtimi də çəkməliyəm. Çünki mənim şərtimi ödəyir 2-dən kiçiklər. 2, 1, mənfi 1, 0, mənfi 1 gedirik o tərəfə. Düzdürmü? Amma mənim əlimdə qalıb nə? 3 ilə 4-ün də qalıb. Bu şərti ödəmir. Axırıncı şərtimi ödəmir. Biz onda nə dedik? Əgər axırıncı şərtimiz, sonuncu şərtimiz bütün ədədləri ödəyirsə, onda əlavə şərt bloku çəkmirik. 2-də dayandırırıq. Yox, ödəmirsə, ödəmədi də. Çünki özün ödəyir, bu 3 ilə 4-ü ödəmir.
Ona görə mən bunu çəkəcəm ki, alqoritmdə bilək ki, nəyi həll edirik. Və üçüncü şərtimi də çəkirəm. Üçüncü şərtim nə idi? X kiçikdir 3-dən. Hə desəm, gəlsin misalı həll eləsin. Y bərabərdir. X plus 20. Yox desəm də heç nə. Heç nə yoxdur. Yenə çətin gəlir sənə. Tam olaraq mı? İndi birində yenə verəcəm. Hı. Yazıram indi. X kvadratı plus 5. Şərtini verirəm. X kiçikdirsə 2-dən. X kubu plus 4 bərabərdirsə 2-yə. Plus 3 x ise 4'ten. Aha. Neçə şart blok olacaq burada? Onu şərtini də gətirin. Hər dəfə şərti oxu. Gör nə demək istəyir. Hı. Gör əlində qalan qiymətlər bütün şərti ödəyirsə, sonuncu şərti, onu çəkmirsən. Yox, ödəmirsə 2 dənə və 2-dən daha artı ədəd qalıbsa ödəməyən. Sən onda onu çəkməlisən. Neçə şərt olmalıdır? 3. 3. Bax, ədəd oxun çəkir. Ədədlərimi yazın. 0. Şaltılar lazım olacaq. Hədicə, bitirdin? Ben 3'ten tapdım. Bir dənə, 2 dənə deyil, 3 dənədir. Aha. Bax, şərtimi daxil edirəm. Şərt bloku. Birincini daxil edirəm bura. Birinci şərtim nədir? X kiçikdir 2-dən. Bax, x kiçikdir 2-dən nədir? Bax, bura. Bura. Daha doğrusu. Gitti burada. X deyirəm. Kiçikdirsə 2-dən. Hə desəm, gəlsin bura. Y bərabərdir. X kvadratı plus 5. Buna gəlsin. Əgərlərim yox desəm, görürəm də hara gəlsin. Mənim burada neçə şərt? İkinci şərtim nədir? Deyir, x bərabərdirsə 2-yə. Ben x bərabərdir 2-ni götürürəm. X bərabərdir 2. Bu yox olundu. Yox desəm, gəlsin bunu həll eləsin. Şərtini verirəm x. Bu formada. Hə desəm, gəlsin bu şərtə. Bunu həll eləsin. Y bərabərdir x kubu plus 4. Əgərlərim yox desəm, Xədicə,
Bax, yerdə nə qalıb? Bir dənə ikimiz danışa eləyək. Yerdə hansı ədədlər qaldı? 4, 5. Aha. Amma deyir ki, x böyükdür 4-dən. Ona bunun cavabı nə olacaq? 5-dən böyük ədədlərdə. 5 özü daxil və ondan böyük ədədlər. Düzdürmü? Buradan götürülür. Buradan da getdi. X böyükdür 4-dən. Sən yerdə neçə ədədin qalıb? Bax, bu sonuncu şərtində. İndi qərar verirsən ki, bunu yazasan yoxsa yox. Yerdə neçə ədədin qalıb? Bax, bunu yazmısan. Bunları yazmısan hamısını. Bax, bunları yazmısan. Hansı qalıb? 2 tane. Bir, bu qalıb. Buna bir şərt kimi bax. Bu bunundur. Bu bura aiddir. Bunlarsa boşda qalıb. Yerdə qalan bu ədədlərin var ha. Sonuncu şərtin hamısı bir yerdə ödəmir. Sən sonuncu şərtini ödəyir. 5-dən 5 və 5-dən böyüklər. Düz demə? Yerdə qalır 3-dən 4-ə. Sən bura sonuncu şərti yazmasan, onda mən elə başa düşəcəm ki, 3-dən 4-ü də mən ora qatıb həll eləməliyəm. Başa düşdün? Ona görə sən sonuncu şərti yazmalısan ki, çünki sənin yerdə qalan şərtin bu ədədlərin hamısını bir yerdə götürmür. 5, 6, 7 və ondan böyükləri götürür. Bunlar qalır burada. Buna görə sonuncu şərtimi yazıram. Sonuncu şərti də gəlirəm, burada başlayıram, çəkirəm, yazıram. Nədir sonucu? X böyükdür 4-dən şərtini yazacağım. Yer çatmadı ucu. Buradan da hə desəm. Hə desəm. Nəyi həll eləsin? Y bərabərdir. X plus 4 plus 3. Yox desəm də heç. Burada dayan. Yaxşı mı? İndi birində verirəm. Aha. Aha. Burada deyirəm ki, x kvadratı plus 2, x kubu plus 3. Yenə həmin misal üzərində gedəcəm. Çünki bu tərəfi hesablama eləmirik zaten. Y bərabərdir funksiyası. Burada da yazıram ki, x bərabərdir 5, x 4 oldu. Bunu indi həll elə. Bax, birinci ədəd oxun çək. Ədəd oxun çək. Başda hesablama ki, bu burada mənə nəyi verəcək? Gördüm. Neçə şərt oldu? 2. Bəli. Çiləmədim. Aha, əla Xədicə, artıq başa düşürsən. Deməli, başlayıram yenə çəkməyə. Nədir burada? Başlanğıcı çəkdim. Yenə daxil etmə blokumu çəkirəm. X ədədi daxil edirəm. Şərt blokumu çəkirəm. Birinci şərti daxilim. Zaten burada ya 2 ola bilər, ya da 3. Nə 1 ola bilməz, nə də 4 ola bilməz. Yəni bunları ona görə x birinciyi daxil elədim. Birinci şərtdə nədir? X böyükdürsə 5-dən. 5 buradan başlayır. Yəni x böyükdürsə 5 şərti buradan başladı. Bunu yazdım. Hə deyirəmsə,
Y bərabərdir x kvadratı plus 2-ni hesablasın. Yox, əgərlərim yox deyəcəmsə, gedirəm digər şərtimi yoxlayayım ki, görüm nə yazıram. Zaten ikincini dedik, yazırıq. X bərabərdir 5-i yazmalıdır. X bərabərdir 5-i götürdü. X bərabərdir 5. Bunu götürdü. Aha. Bunu da yazıram. Hə deyirəmsə, gəlsin hesablasın. Y x kubu plus 3-ü. Əgərlərim yox deyəcəmsə, yox qoluna. İndi görə şərti qoyuram, yoxsa misalı. Deyir ki, x sonuncu şərtdə kiçik bərabərdir 4-dən. Həm 4-ün özündə götürür, həm də kiçikləri də götürür. Yəni, həm mənfiləri də götürəcək, müsbətləri də götürəcək, sıfırı da götürəcək. Yerdə mənim əlavə şərt, yəni şərt bundan başqa şərtimi ödəyən, yəni ədəd qalmadı. Bu şərt, sonuncu şərt bütün qiymətləri ödəyir. Yəni, mən deyəcəm, x böyükdür kiçikdən, yox deyəcəm. Onda deyəcəm, x bərabərdir 5-ə. Buna da yox desəm, onda mən belə başa düşürəm ki, x həm 4-ə bərabərdir, həm də 4-dən kiçiklər hamısı. Onda şərt yazmırıq. Gələcəm elə burada sonuncu misalımı yazacaq. Yəni, bütün ədədləri ödəyir. Y bərabərdir plus 4. Bu şəkildə. Birində vereyim. Bugünkü dərsimiz ancaq bunlardır. Bir də xətti budaqlarla olacaq. Yazıram. Y bərabərdir. Və həmin misalı üzrə gedirik. Yəni, bunu oradan çəkim gətirin. Bu şəkildə. Bunu alqaritm bu. Yox, şərti dəyişmədim uşaqlar. Bir dəqiqə, şərti də dəyişim. Uzun oldu. Yazsaydım bundan daha rahat olardı. Burada deyirəm ki, ben bunu artıracağım. Dəyişirəm bunu biraz. Bunu belə yazaq. 0,5 şərt qoyuram. X kiçikdirsə 5-dən. X bərabərdirsə 5-ə. X bərabərdirsə 4-ə. X kiçiksə 4-də. Bax, bunları həll edin. Şərtimiz nə idi? Əgər yerdə qalan, sonuncu şərtim yerdə qalan ədədi və yaxud da ədədləri ödəyirsə, onda əlavə şərt bloku çəkmirəm. Bu 4 dənəlikdə ya 3 dənə şərtim ola bilər və ya 4 dənə. Yəni, burada 2 dənə və yaxud da ki, 5 dənə şərt ola bilməz. Belə götürək.
Neçə dənə ola bilər? 3 tane. Aha, əla. Xədicə sən Tapdım ben. neçə dənə? Başa düşdünüz artıq. Zəhra başa düşmüşdüm. Zəhrada çünki ikinci ildir. Səndə birinci il olduğuna görədir belə. Başlanğıc blokumu çəkirəm. Ədədimin x-ımı daxil edirəm. Birinci şərti çəkirəm. Birinci şərt. Nədir? X böyükdür 5-dən. X böyükdür 5-dən. Burada 5 və 6-nı da götürəcəm. Yəni, buradan başlayır. Yazıram x böyükdür 5-dən. Hə desəm, gəlsin, bu misalı həll eləsin. Y bərabərdir x kvadratı plus 2. Bu hə deyəndədir. Yerdə hansı ədədlər qaldı? Bu tərəf. İndi bu şərti, bu bir şərtimi yazıram. X bərabərdir 5. Yox, şərt blokudur. Yaman. Hə, bu şəkildə. Əgərlərin x bərabərdirsə 5-in. Onda gəlsin bu misalı həll eləsin. X kubu plus 3. Yox desəm, bu həq oldu, bu da yox. Yox desəm, baxaq indi, nədir? X deyir, bərabərdir 4-ə. Aha, təkdir. Həm 4 var əlimdə, həm də 4-dən kiçiklər. Amma məndə təkcə bunu istəyir 2 dənə. Sonra bu şərti də ödəmir deyə çəkirəm bunu da. Şərt blokumu x bərabərdir 4-ə. Hər desəm, gəlsin. Bu misalı həll eləsin. X 3 plus bu şəkildə. Baxıram ki, yerdə qalan həm 3-dən kiçik ədədlərdir. Yox, 3 və 3-dən kiçik ədədlərdir. Belə deyil. Həm də şərtim də odur. Şərtim odur ki, x kiçikdir 4-də. Şərtimdən üstbəüst düşür də ədədlərim. Yəni, sonuncu yerdə qalan ədədlərin sonuncu şərtimi ödəyir. Onda ehtiyac yoxdur ki, mən onu çəkim. Çünki desəm, x böyükdür 5-dən gəlib buranı həll edəcəm. Yox, x bərabərdirsə 5-ə bunu. Əgər yox desəm, gələcəm, deyəcəm, onda bu da 2-dən oldu axı. Hə, x bu 4-dür, bərabərdir 4. Hə, x onda bərabərdir 4-ə. Əgərlərim yox desəm, onda zaten bilirəm ki, yerdə qalanlar onda 4-dən kiçik ədədlərdir də. Elə ona görə də sonuncuya şərt lazım olmur. Şərt bloku çəkmək lazım olmur. Zaten mən onu avtomatik bilirəm. Bu misalı yazıram, gedirəm. Aha. Ümid edirəm, tam şəkildə başa düşdüm. İndi yenidən keçək bunu. Yeni səhifədən. Xətti və yaxud da budaqlananı necə ayırt edəcək? Bunu da qısa şəkildə başa salam. Alqoritmi xətti və yaxud da budaqlanan. Aha, budaqlanan olmasın. Bax, y bərabərdir A vurulsun B funksiyası. Bu. Uşaqlar, bu xəttidir. Xətti. Niyə görə? Mən burada heç nəyə ehtiyac yoxdur da. Başlanğıcı çəkirəm. Məsəl üçün, A-nı B-ni mən daxil edirəm. A məsəl üçün bərabərdir 5-ə, B bərabərdir 3-ə. Gəlirəm burada. Bir dənə hesab bloku çəkirəm. Deyirəm ki, y bərabərdir A vurulsun B-yə. Və aşağıda da y-i çapa veririm. Bu şəkildə. Burada nə edəcəm? 5-i vuracam 3-ə. Deyəcəm ki, y bərabərdir 15. Yəni, gördüyümüz kimi bu xəttidir. İndi
Belə yazaq. Y bərabərdir x. 1 bölünsün x. Burada isə riyaziyyatda uşaqlar sıfıra bölünmə var. Hə? Bir. Xeyr. Yəni riyaziyyatda olsun. Bax, heç yəni proqramların özündə olsun. Sıfıra bölmək xəta verir. Yəni sıfıra bölmək yoxdur. Onda məndə şərt yaranır ki, məxrəc sıfır ola bilməz. X fərqlidir sıfırdan. Yəni nə qoyursan qoy, bir də x-in yerinə sıfır qoyma. Onda bu olur budaqlana. Başa düşürük bunu. Bax, blokuma çəkirəm, ədəd verirəm. Məsələn, gəlin indi bunu funksiyasını yazıram ki, x nəsə ədəd də daxil edə bilərsən və yaxud da gəlin ixtiyarı götürək. Bu ən yaxşısı ixtiyarıdır. İxtiyari ədəd daxil eləməliyik buna. Aha. İxtiyari ədəd daxil edirəm x-i. Və burada da gəlib şərt verirəm ki, x yəni fərqli olsun sıfırdan. Fərqli demə sıfırdan. Sən onda hə deyəcəksən. Hə. Hə desən, gəlsin bura y bərabərdir x bölünsün 1-i hesablasın. Yer çatmadı. Əgərlərim yox desəm, onda yox qoluna geçsin. Daha doğrusu bu tərəfdən çəksəydim daha yaxşı olardı. Gətirək tamamlaya bilirəm. Hə desəm, gəlsin bura. Yox desəm də deyim ki, həlli yoxdur. Yəni yoxdur. Boş çoxdur. Həlli yoxdur. Bu şəkildə. Ona görə x fərqli olmalıdır sıfırdan. Gəl baxırda da y-i çapa verəcəm. İndi gəlin daha bir başqa nümunəsinə baxaq. Belə deyim. İndi bunu daxil edirəm. Y bərabərdir. X kvadratı. Bunu necə eləyərəm? Xəttidir yoxsa budaqlanıb? Xətti. Niyə görə? Zəhra. Bir qiymət olur. Yəni istənilib belə olmayacaq bir şey yoxdur. Hə, yəni istənilən qiymət alacaqdır. Belə deyəm, məxrəcdə bölmə yoxdur, sadə bir şeydir. Yəni qursamın alqoritmin, hə, ixtiyari ədəd daxil elədim. İxtiyari ədəd belə olur. Все, burada da yazıram ki, y bərabərdir x kvadratı. Və yaxud da belə yazılır. Y bərabərdir x vurulsun, x. Bu da yanına verir. Sonda da neyəcəm? Y çapa verəcəm ki, neçə aldım. Bu şəkildə. İndi bunu belə yazın. Y bərabərdir 1. Bu şəkildə. Bunu eləyim. Budaqlan seçəcək qrafik. Necə? Qrafik seçəcək, yoxsa belə hansı da onu deyil? Hansı da onu de. Hə, budaqlan. Həcə sən də dedin budaqlana. Evet. Aha. Xədicə, bax, burada neynəsən burası sıfır olacaq? Məxrəc sıfıra bölmə alınır. Neynəsəm alınır? Bura nə qoysam alınacaq? Hə? 1. Bəli, birdən bir çıxanda nə edir? Sıfır. Onda mən deyirəm ki, x fərqlidir. Nədən? Birdən. Sıfırdan. Birdən.
Yəni gətirib mən bu x-in yerinə 1 qoysam 0 olurmu məxrəc? 0-a bərabər olurmu? Ben Riyaziyyatda yəni 0-a bölmə yoxdur. Buna görə deyirəm ki, burada 1 ola bilməz. Çünki mən bura 1 qoysam, avtomatik məxrəc 0-a bölünür. 1-dən başqa nə qoyursan qoy. Yəni bura 0 da qoysam, eləyəcək 1. 2 də qoysam, eləyəcək mənfi məsələn 1. Amma 1 qoysam, 1-dən 1 çıxacam, alacam 0. Mənə 0 almaq lazım deyil. Buna görə buna deyirəm x fərqlidir 1-dən və bu budaqlanan olur. İndi birini də verirəm. Məsələn, y bərabərdir. Kök altında x. Bu nə olacaq? budaklandım. Aha. Hətta niyə görə budaqlanan dedi? Bu dərs burası. Ümumiyyətlə riyaziyyatla əlaqədardır. Kökün altında hansı ədəd ola bilməz? Evet. Başqa? Menfi. Ben menfi. Aha. Onda 2 dənə şərt elə oldu. X fərqlidir mənfi ədədlərdən və yaxud da 2. Altı sıfır olabilir. Necə? Köşün altı sıfır olabilir. X böyükdür 0-dan deyirəm. Hə. Bu da oldu budaqlanma. Mənfi ədədlər olmaz. Yaxşımı? Ya bu da görsüz avtomatik dəyişirdi. Yadınızda saxlayın ki, budaqlanandır. Yaxşı, bunu eləyək. Y bərabərdir 1 plus x kvadratı. Xətti. Aha, Xədicə, niyə görə xətti dedim? Ya bura bir hesabla, ədəd qoy, yəni o şəkildə çalış. Məsələn, bura 1 qoysam nə eləyir? İşte bir. Yox, buranı, sən bura bax. Bura bax. Buranı sən gör nə ilə sıfır edə bilmirsən. Nə qoysun sıfır cavabı alınmır. Bir dənə. Şey. Yəni bura nə qoysam, bax, bura nə qoysam, bax. İndi 0 qoysam 0-ın kvadratı yoxdur. 1 qoysam 1 alınacaq. 2 qoysam 4 alınacaq. Yəni nə qoysam gəlib toplamadır da nə deyəcək? Hə, nə qoysam şey eləyəcək də, cavab alınır. Yaxşımı? Buna görə məxrəc 0 ola bilmir də. Çünki nə qoysun üstünə 1 gələcəksə. Yəni müsbət ədəd çıxır. Burada çıxma olmur. Məxrəc 0-a bərabər olmur burada. Ona görə bu xəttidir. Daha sonra gəl bunu ilə. Y bərabərdir 1. Nə yazım bura? 1 plus x yazım. Buna bax. X-in yerinə hansı qiymət qoysam məxrəc 0-a bərabər olur? Birinci onu tap. Menfi bir. Hə. Birdən mənfi 1-i çıxanda plus mənfi 1. Bunu eləsin məxrəc 0 olur. Yəni bu şəkildə riyaziyyatda bir şey görmüsən? Hayır. Onda deyirsən ki, x fərqlidir 1-dən. Mənfi 1 nə idi? O da mənfi 1-dən. Bu oldu budaqlama. Yəni sən burada şərt qoyursansa, bu artıq budaqlanan olacaq. Hə, yox qoluna gedəcək. Şərt bloku çəkəcəksən. Yazacaqsan ki, x fərqlidir mənfi 1-dən. Budaqlanan. Bu da hə və yaxud da yox deyəcəksən. Yoxlayacaqsan. Bu şəkildə olacaq. Aha. Testdən
Kodeyrada 11.1-i testi verirəm. 11.2-ni edərsiniz. Yaxşımı? Nəzəriyyə hissəsidir. Olan ölçüşleri. Görmüşdün? Və buradayıq. Onda 11.3-ü. Yəni, baxıb deyəcəm hələ. Hələ eləməyin, baxıb səhəri kimi cavab verəcəm. Ya da indi elə cavab verəcəm sizə. Yaxşımı? Bu kısımlara. Hə, mütləq şəkildə. İndi nə çəkmisinizsə, nə yazmısınızsa, hamısını atın. Oldu. Yaxşı.